Baxının arvadıyla. Əsəd. Əsəd, bura gəl. Bura gəl. Əsəd, nə məsələdir? Ne? Xəbərim var. Neden? Haqqı Sabıdan. Hardan bildin? Əsəd, nə məsələdir? Elmirayla görüşürəm. Xeyli vaxt. Faxının arvadıyla. O da başıma aparıb şərgimcə qaçaq şəhərə. Mən də yola verirəm, hər gün yola verirəm. Bəyə də gəldilər, çıxdılar üstümüzə, mən də vurdum. Biri də Pənahın oğlu. Bir yemişəm, indi bilmirəm altından nətər çıxıb. Porsiyası yekədir. Tək sən yeməmsən, hamımız yemişik. Üst-üstə gəldi hər şey. 2 dəqiqə değişdi yanında. 2 dəqiqə değişdi yanında. Bu boyda arvadların arasından ancaq Faxın arvadını tapdın sən. Yaxşı da görürsən nə vəziyyətdəyim də, deyirəm bir kimsən də Faxı gildə heç dayanmayacaq. Səni gizlətmək lazımdır. Qızları belə gizlətmək yox ha. Dayının məsləhəti ilə gizlətmək lazımdır. nə dayıdır? Əmrin zadı qatma bu söhbətəsən. Ki, dayısız olmaz. Dayı həll eləməlidir məsələni. Kişinin ümidləri var. Mən onun evini yıxandaram, ürəyi partlayaram. Ki, sən onun ümidlərini qırmısan. Sirri saxlayıb axırda deməkdənsə əvvəlcədən demək yaxşıdır. Danış dayına. Danış mütləq, danış hər şey ona, mən görəm ambara. Həsən, isti, get kişiyə hər şeyi danış. Yaxşı da bu fikirləşim.